Herkese salamlar dostlar. Bu günleri biz yeni villa almışam ve iki yeni maşın alacağıq. Buradan görsəz bilərsiniz. Başlayaq. Demək, bu bizim yeni villa demək, oteli. Otelimiz de 1 milyona. Gəlsən, liftə girsən, gəlsən. Hə, bizdə 840-cı otaqdır deyəsən. Gəlsən otağa, qapını bağladın. Hə. Burada gələ televizor yanır. Bura hamam, tualet. Buradakı balkon. Belə. İndi yeni maşınlarımıza keçə bilərik. İlk iki maşını, biri o göy pul var ya, taslak deyirlər. Ondan da ikincisi isə bahadır. Bilmirəm, pul çatacaq, onu yoxlayarım. Əmindir. Gedək növbəti şəhərə. Baxın, budur. 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 Bu da deyil. Bu maşını yeni görürəm. Elura. Elure. Arqon var idi, satdım. Yaxşı deyil. Bir burada, bir burada. Başqa bir də bu qalır. Hə, burada da yoxdur ki. Başqa yer var mən görə bilmədiyim. Biri burada, biri burada. Deyəsən buralarda. Çünki orada yoxdur. Tapdı. Orada olmayacaq, yeni qarajlarda olmalı. A few moments later. Mən biləm buradaydı. Yok ya. Mercedes'ti. Yazalım be. Hardadır. Təzə gələn qaraj buydu. O şəhər təzə gələn. Ondan sonra yeni güncəlləmələr gəlib. Yeni gəlib bu. Burada olmadı. Bu. Burada bir yok. Davay işte. Buranı biraz sürətləndirdim. Niye? Çünkü çok uzun olacak. Getdi.
deyirəm də burdadır. D3 maşınımız budur. Baxın burada var. Ha var imiş ki. Qırmızı rəngdə qol. Demək məncə. Yeni maşınımız hayırlı uğurlu olsun və növbəti maşını almaq üçün bir dənə də görəv eləmək lazımdır. Çünki qarajlara baxanda biraz 34 min baha idi. Siz gördünüz, görmədiniz bilmirəm, baha idi. Ha, bu da qəşəng maşındır. Bura gedəcəyik. Birinci işimiz odur. Burası ən bahalı maşınımız. Demək maşınları testə sokacaq. Birinci bunu testlərini edək. Birinci maşını yox. Bu pulu alın, son maşını testlərini edək. Bunu söndürüm. Birinci gedək baxaq dağı nətər çıxır off-roaduna. Gücü 230 idi mən bilən. Belə sürətləri göstərəcək. Off-road testi. Baxaq nətər çıxacaq. Performans gözləyirəm maşını. Ama alçaq maşındır. Testimiz buradadır. Gələcəyik bura. Buranı dırmaşanmasa bu da. Puanlayacağıq maşınlar. Puan kəsəcək dırmaşanmasa. Bir hafta kalkalım. Evet, buradan geçsek daha kalkalım. Ya. Kalkamaz. Orası kalktı, onun yukarısı kalkamaz. Getdik. Sürət yaxşı idi, normal idi. Bildiğinə görə ağır maşındır. Qaldı drift. Gedək driftlərə də baxaq. Görəvə kimi. Buradan tullanda görəvi görürsən elə. Drift eləyə yoxlayaq drift eləyə. Ağırdır, çox sürüşəndir. Yox, yaxşıdır, başı çox dönmür. Yox, çox dönmür. Bundan da çox ağırdır. Bundan da fancədir. Sürət normal idi, mən 230 ya da 40 baxsam idi. Ben şimdi oturaya gidiyorum. Sonra gidelim nöbet makine almağa. Her bir de ton testi, 100'den ton testi. Çok şey. Güzel, tamam. Bana bir yaxşı etmek değil. Kaldı. O bir maç. Ya bu 2'den Mercedes aldık. Mercedes'i diyorum ama 2'den aldık.
Benim başım. Gel bakalım. Sakla yavaş yavaş. Hadi. Rahat edin be. Bu da 1 milyon bak şimdi. Canım defa bunu da alırım. Bu tabii şəhər gələndə var idi. Növbəti 1 milyonluq maşın güclələmədə gəlməsi olmalı. Bu qəşəng. Qaldı 1 milyonluq maşın. Onda siz oynayırsınız. Mən buna verəm. Axırda deyirəm. Yan-yana qoyub belə deyəcəm. Çox böyük ehtimal Koçerə gedir. Qabaq şəklin, videonun qabaq şəklindən də görəsiniz maşını. İndi də görmüşdünüz əslində, amma nə? Demək. Bu deyil. 3700 kilotlu. Bu deyil. Bu deyil. Bunu da ala bilərik. Biz takslara gələn dəfə bunu alarıq. Bu deyil. Bu deyil. Al. Bu deyil. Bu deyil. Bu deyil, amma gələn dəfə almağa dəyər. Bu deyil. Bu deyil. Budur. 1 milyon 466 minə Maybach. Sizə qəşəngdir. Qəşəng. Davay. Aldım. Oy. Birinci sürət testinə. Çox qəşəngdir. İçi qəşəngdir, ekranı zadı. Bu 1 puan. Driftinə baxaq hələ hazır. O çox qəşəngdir. Ağır olmasına baxmayaraq çox qəşəngdir. Drifti. Çox qəşəngdir. Bunlar istədiyiniz kimi kəsmədən drift edə bilərsiniz. Gedək sürət testinə. $250 normaldır özünə görə. Qəşəngdir. Və bu da offroada saxlayır. Robotda Maybach'dır. Deyək soxaq. Qəşəng. Gedək indi qaldı bir dənə maşınlara puan vermək. Baxaq ki, maşınımız hardadır. Çox böyük ehtimal. Buradadır. Deyək burada. Yarış yer var ya oralarda. Göstərmir sadəcə. Baxın, evləri bağlamışam. Hə, apartman. Tapdıq. Deyək bu. Arabalar. Bura gəlməyib. Bura getməsin də. Hə, bura gəlib. Maybach da bura gəlib. Nəysə, yerlərini dəyişdirərik gələn dəfə. Gedək baxaq. Hə, belə eləyək. Apartmana gedək, sonra o biri Mercedes'i bura gətirir. Sonra videonu bitirək.
Gözlerine geçecek. Gösteriş. Ekranı göstermesi. Göstermemesi bir şey oldu. Aslında çatı telefonda var idi. Çatı telefonum xarab oldu. O hesapta çox maşın var idi. Bunlar var idi. Bütün milyonluq maşınlar var idi. O hesapta düz 7 milyonum var idi. 7 milyon. Telefon xarab olandan sonra getdi. O hesap. Təzə hesab açdım. Bu hesabda sizlərlə devam edin. Artıracaq. Gəldik. Telefonu bura qoyaq. Geniş park yeri var. Amma niyə 5 maşın nasıl başın? Nə qədər park yeri var, niyə 5 maşın? Çox maşın xiyat tutsaydı, daha baxılırdı. 2 milyon yox, 3 milyon. Başqa 5 milyon. O bir otaqlara da girəsəydi, 5 milyon edirdi. 5 milyon da kimdi var? 7 milyon da 5 milyon da hediyə var. Yine 1 milyon. 5 milyon saçı 5 milyon. Bağışlayın dostlar, birdən-birə video söndü. Nəysə, davam edək. Videoları birləşdirərəm. Maybach ora fərqə var. Getdik. Şey olan yerler tezləndirəcəm biraz. Marağı qaçmasın deyə. Uy, çox oldu. Mən nə qədər Əgər çox olmuş. Yaxşıdır. Bu maşına keçəndə oyun biraz kasır. Sizdə elə bilmirəm amma mən Maybachda belə olmamışdı. Ya çünki o pişman oldu. Bu maşını daha da geçə eləsəydilər, mənim fikrimcə bu 1 milyona gedər. Sürəti də çox olsaydı. Yaxşı olardı, sürəti çox olsaydı. Və devam edək. Videolardan hamısı oyun tadı başlayanda sizinlə beraber devam etmək istərdim amma kanalı İşlətmədim. Yavaş-yavaş açdım. Belə deyək. Və apartmaya yanında qoyaq belə. Bunu belə, yox. Çox yox. Ay. Belə yaxşıdır. Bu getdi belə. Garaj açılsın. Bu öz açılan garajlardandır. Və 1 milyonluq maşınımız olan Maybach. Bir milyonluq maşınımız olan Maybach. Yan-yana qoyaq. Dostlar, Maybachda da kasır. Deyəsə, telefon çox doldurmuşam, onu gələn dəfə düzəldərəm. Elə bildim yenə video söndü, ona görə bir yaxda belə oldu, ona görə. Aralı qoyum. Şəklimi ortaya qoyacaq. Duzdurmaq var bu. Belə də geçək. Demək dostlar, yeni videoların gəlməsi üçün videoya like atıp kanala abone olmağı unutmayın. Başka necə videolar gəlməsini istəyirsinizsə yorumlara yaza bilərsiniz. Sağ olun.